Salam hörmətli abituriyentlər, Böyük Səlcuqlu dövləti mövzusunda video dərsi sizə təqdim edirik. Səlcuqlu dövləti öz adını Oğuzların qınıq boyundan olan Səlcuq bəyin adından götürmüşdür. 962-ci ildə o Cənd bölgəsindən gəlib İslamı qəbul etmişdi. Nəvələri Toğrul və Çağrı bəylər isə Qaraxanlı və Qəznələrə qarşı mübarizədə təcrübəyə yiyələnmişlər. Məsələn, 1015-ci ildə Çağrı bəy Bizansa kəşfiyyat yürüşünə çıxır. Van gölü ətrafında Bizans və müttəfiqlərini məğlub eləyir. 1038-ci ildə Toğrul bəy Xorasanı tutur və paytaxtı Nişapur olan ilk Səlcuqlu dövlətinin əsasını qoyur. Toğrul bəyin dövründə nələr olur? 1038-1063-cü illərdə hakimiyyətdə olub. Abbasi xəlifəsi elçi göndərib onun hakimiyyətini tanıyır. Dəndənəkan döyüşü baş verir. Bu döyüşdə Qəznəliləri məğlub eləyir 1040-cı il. Və Səlcuqlar Mərkəzi Asiyada öz mövqeyini gücləndirirlər. Mərv qurultayı 1040-cı ildə keçirilir və bu qurultayda Cənubi Qafqaz və Bizansa yürüşlərin edilməsi qərarı alınır. 1043-cü ildə dövlətin paytaxtı Nişapurdan Rey şəhərinə köçürülür. 1054-cü ildə Rəvadilər, Şəddadilər və Tiflis Müsamin əmirliyi tabe edilir. 1055-də isə Bağdad tutulur və Abbasi xəlifəsi 1-ci Toğrulu Şərqin və Qərbin hökmdarı kimi tanıyır. Alparslanın dövründə Bizansla əlaqə saxlayan erməni, gürcü və abxazlar məğlub edilir. Tiflis, Ani, Qars şəhərləri ələ keçirilir. 1065-ci ildə Rəvadilər dövləti süquta uğradılır. 1066-cı ildə Şirvanşahlar tabe edilir. 1071-ci ildə Malazgirt döyüşündə isə Bizans dizə gətirilir. Bizans xərac ödəməyə razı olur. Bizans ağır məğlubiyyətə uğradır Səlcuqlar. Və Anadolu əsas məsələ budur. Həmişəlik türk torpağına çevrilir. 1072-ci ildə isə o Qaraxanlılar üzərinə hücuma hazırlaşarkən sui-qəsd nəticəsində öldürülür. Onun ölümündən sonra hakimiyyətə keçir 1-ci Məlikşah. Məlikşah 1072-1092-ci illərdə hakimiyyətdə olub. Onun dövrü çiçəklənmə dövrü idi. Ən yaxın köməkçisi Nizamülmülk idi. Əsas diqqətini sabitliyinin qorunub saxlanmasına və şərq sərhədlərini möhkəmləndirməyə yönəlmişdi. 1088-ci ildə Şəddadilər dövlətinin varlığına son qoyur. Həmçinin Konya, Ankara, Suriya, Fələstin fəth edilir. Paytaxt Reydən İsfahana köçürülür. Hərbi islahat həyata keçirilir. Qeyri-nizami qoşun yerinə nizami ordu yaradılır. Tacirlər bəzi dövlət rüsumlarından azad edilir. Nizamülmülk tərəfindən Məlikşah Cahan hökmdarı adlandırılırdı. Son Səlcuqlu sultanı isə Səncərdir. Qaraxanlı və Qəznələrə qarşı uğurlu hərbi əməliyyatlar aparsa da, Qarakitaylıların Mavərəndə ələ keçirməsi onun nüfuzuna böyük zərbə endirir. Səlcuqlu dövləti sultanlıqlara və atəbəyliklərə parçalanır. 1157-ci ildə Böyük Səlcuqlu dövləti süqut edir. Ümumiyyətlə, Səlcuqlu dövləti ilə bağlı bu dərs əsasən hökmdarların üzərində durub. Yəni, digər dərslər kimi, əksər dərslər belədir, hökmdarların fəaliyyəti üzərində durub. Video dərsimizi də əsasən bu istiqamətdə hazırladıq ki, sizlərə faydalı olsun. Ümid edirik ki, faydalı oldu. İndi isə vəsaitimizdən mövzunu daha diqqətli şəkildə və daha ətraflı şəkildə öyrənək. Hər birinizə uğurlar və zehin açıqlığı arzulayıram. Hələlik.